Bəzi sözlər sadəcə söz deyil, zip fayl kimi sıxılmış məna daşıyıcısıdır. Və əgər bu zip faylı aça bilirsənsə, sənə həddindən artıq çox şey aydın olur. Məsələn, içinizdə Bitcoin hesabı olanlar var. Onlar bilir ki, bütün hesabları silib bağlamaq olar, internetdə, kompüterdə bir iz qoymadan. Əvvəl onu uzun kod şəklində bir kağıza yazırdıq. İndi isə daha sadədir. Ala gözlərinə baxdım, ürəyimə bahar gəldi. Bircə şeir misrasının içində küllü miqdarda pul ola bilər və bu misranın içindəki pulu istənilən ölkədə, istənilən kompüterdən əldə eləmək olar ya da kiməsə bağışlamaq olar. Xüsusən xanımlar, əgər sizə kimsə şeir həsr eləyirsə, fikirləşməyin ki, kasıb uşaqdır, gücü şeir yazmağa çatır. Necə ki, milyonlarla dolları bir misrada gizlətmək mümkündür, eləcə də bu top 5 sahənin hər birinin özünə məxsus qoruma mexanizmləri var. Məsələn, neft boruları hasarlanır, narkotiklərin qarşısını gömrük alır, insan alverinə qarşı küçələrdə kameralar quraşdırılır. İnformasiya isə ilk baxışdan mənasız görünən söz dumanının içində gizlədilir. Bu məlumat yalnız müəyyən təfəkkür dərəcəsinin anlaya biləcəyi kriptik, ezoterik və eksklüziv terminologiya ilə örtülüdür. Ona görə bu bilikləri açmaq üçün xüsusi hazırlıq və anlayış lazımdır.